Bu suallara, bu qəbildən olan, bu babdan olan suallara cavab verəndə fətva artıq kimsə gedib öz ailəsində tətbiq edə bilər. Düzdür? Bu sənin cavabını götürüb, gedib endirə bilər öz ailəsində, öz ailəsinə. Elm tələbəsindən soruşdum, fətva aldım, belə dedi. Məsələn, ayrıldılar. Uşaqları var, ailəsi var, filan bu kimi şeylər. Ona görə mən nəsihət eləmirəm qardaşlara ki, bu kimi böyük məsələləri məni kimi elm tələbələrindən soruşsunlar. Nəsihət odur ki, böyük elm tələbələrinə qaytarsınlar, onlardan fətva alsınlar, onlardan soruşsunlar. Çünki məsuliyyətdir. Ailə məsələləri məsuliyyətdir, ağırdır, böyük məsələlərdir. Məni kimi elm tələbələrindən kiçik soruşub fətva alıb əməl etmək düzgün deyil. Bu öz yerində.